Bu həftə bax belə hal üstüdür. Azərbaycanın döyünən ürəyi, silinməz bir ad, Ağdamın oyuna səfər etdik. Vaqif Həsən cənabları. Sizə öz adıma minnətdarlıq edirəm ki, siz bizi gözəl qarşıladınız. 2 saat ərzində əsr səs, gözəl sənət, fərqli musiqilər. Yalnız bu həftə mən Emin Murid, bax belə də Ağdam buraxışında təqdim edəcəm. O gün olsun inşallah ki, Ağdamın özündə sənin bu verilişini təşkil eləyək. Diyar bə diyar, o gəzirsiniz, tanıdırsınız. Çox sağ olun ki, bizim gözəl Ağdam rayonuna gəlmişsiniz. Elay Xına qrupuna, onun rəhbəri Aynur xanım minnətdarlıq edirəm ki, köhnə dostum, mən hardayımsa Elay Xına qrupu mütləq öz komandası oradadır. Sponsorlar: Astara rayonu Ceyhun Ailəvi İstirahət Mərkəzi. Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, bəli, həftənin çərşənbə axşamıdır. Eyni vaxtda, eyni saatda. Yeni sezonda yeni bir buraxılış. Bu həftə bax belə hal üstüdür. Gözəl bir diyar. Musiqi mədəniyyətimizin beşiyi olan Azərbaycanın döyünən ürəyi, silinməz bir ad, Ağdamın oyuna səfər etdik. Təbii ki, səfərimiz çox maraqlı oldu. Çünki bizi gözəl qarşıladılar. Təbii ki, ilk növbədə kimlərə minnətdarlığımızı bildirəcəyik, amma verişin gedişatında. Amma onu söyləyə bilərəm ki, bu hal-hazırda indiki əhval-ruhiyyəm çox gözəldir. Çünki elə bir rayonda, elə bir şəhərdəyik ki, Ağdam adı hər kəsin dilində əzbərdir. Ürəyimizə döyünür. Bizim qanımız, canımızdır. 2 saat ərzində əsr səs, gözəl sənət, fərqli musiqilər. Yalnız bu həftə mən Emin Murid, bax belə də Ağdam buraxışında təqdim edəcəm. Akif Qəmli. Buyursun, gözəl yazarları ilə, sözləri əlbəttə ki, bu səhnəyə gələsiniz. Biz inanın ki, düşünmürdük bu Ağdam görüşümüz tezliklə olsun. Yeni sezondan artıq başlayır rayonları yenidən üst-üstə səfər edək. Gözəl bir diyara gəlmişik. Sizin bir bölgəyə, Ağdama gəlmişik. Çox xoş gəlmişsiniz. Həmişə siz gələsiniz. Sizin əməyiniz çox millətin qarşısında çox böyükdür. Diyar bə diyar, o gəzirsiniz, tanıdırsınız. Mənim də elə amac istəyim odur ki, bizim bölgələrimizin inkişafını bütün dünyaya çatdıraq öz proqramla. Gözəl şeirləriniz var Azərbaycana aid, Ağdama aid. Niyə də olmasın, niyə də səslənməsin, düzdürmü? Qarabağın suyundandır. Əlbəttə, havasındandır, insanı coşdurur, gəlir, o ilham pərləri gəlir. Səhnə tərtibatımız, köhnə dostumuz Qərb bölgəsində öz əl işləri ilə, peşəkar komandası ilə fəaliyyət göstərən Xına qrupu, Elay Xına qrupuna, onun rəhbəri Aynur xanıma minnətdarlıq edirəm ki, köhnə dostum, mən hardayımsa Elay Xına qrupu mütləq öz komandası oradadır. Gözəl bir səhnə hazırladı, əllərinizə sağlıq. Vallahi gözəl işə yalnız uğurlar və uğurlar arzu edə bilərəm. İndi Akif müəllim, buyurun. Azərbaycan. Balıq susuz yaşayanmaz, mən də sənsiz. Suyum, havam, canda canım Azərbaycan. Varsan varam, yoxsan yoxam bilsin cahan. Damarımdan axan qanım Azərbaycan. Zaman zaman çox bəlalar çəkib başın. Özün boyda bir tarixdir dağın, daşın. Əbədidir, silinməzdir qan yaddaşın. Bərdəm, Gəncəm, Leyla qanım Azərbaycan. Parça-parça bölünmüsən neçə kərə. Mahallara, xanlıqlara, bəyliklərə, torpağından yadlara pay verə-verə yağlaşıb dörd bir yanım Azərbaycan. Əzəmətli, xan çinarsan kökün dərin, tufanlara çox dözmüsən əsirlərin. Gör nə qədər özgələşib yurt yerlərin, göyçə görlü İrəvanım Azərbaycan. Öz yolumu azmasaydım, yorulmazdım. Süzgeçlərdən süzülməsəm, durulmazdım. İndiki tək sana belə vurulmazdım. Şan şöhrətim, adım, sanım Azərbaycan.
Oğuz elim, sen mübariz amallısan, fakat yine cənublusan, şimallısan. Səni duyan yaxşı bilir nə hallısan. Dönük bəxtim, qəmli anım, Azərbaycan. Nə vaxtacam, için yanmalıyam. Nə vaxtacan kimliğimi dammalıyam. Gec olsa da bir dəfəlik qanmalıyam. Özümdədir öz dərmanım, Azərbaycan. Yaralanmış bir fələksən, qalx kinan ki, zalimləri yandır kinan, yak kinan ki, qovuşsunlar bir-birinə Təbriz, Bakı. Görsünlər var bir ünvanım, Azərbaycan. Görsünlər var bir ünvanım, Azərbaycan. Çox sağ ol Haşim. Mən boş şey demədim. Qələminiz, yazarınız, maşallah. Bəli dostlar, Ağdam buraxışımız Dünya TV-nin efirində, eyni zamanda YouTube-da canlı öz axırı davam edir. Növbəti bir gözəl xanəndə, gözəl bir insan və təbii ki, Akif müəllimin dəvət ilə gələn bizim dostumuz, valla Namiq Gümüşlüoğlu, elə Qarabağ bülbüllərindən tanıdığımız yaxşı insanlardan biri, üzv olaraq bugünə kimi öz sənəti ilə, səsi ilə sevilən bir Ağdamlı, gözəl bir vətəndaş. Çox sağ olun Emin müəllim. Bu gözəl fürsəti bizlərə bəxş elədiyinizə görə sizə can sağlığı təşəkkür edirik. Doğrudan da mən həm həyəcanlıyam, həm də sevinirəm. Sevinirəm ona görə ki, mənim haradasa qəlbimdə gizlişdə olan sirləri, büyünləri mən açıqlama verə biləcəyəm. Ömrümdən günümdə ötən anların bəlkə ən kövrəyi Qarabağdadır. Ömrümdən günümdə ötən anların bəlkə ən kövrəyi Qarabağdadır. Əyalətli xuramanların halalsız çörəyi Qarabağdadır. Aydın güzelliğe ona tayfanır. Aydın güzelliğe ona tayfanır. Her günü yeni zəfər dastanır. Rasim dolaşsa da bütün diyarı, Rasim dolaşsa da bütün diyarı, benim küreği Qarabağdadır. Məclisin şən keçirən, könül açan musiqidir. Qəlblərə sevinç dolu, şöhrə saçan musiqidir. Ən qədim tariximiz musiqi ilə bağlı olub, Cabbarın zəngüləsin bilmə asan musiqidir. Qəmli, qəmdən azad ol, toy bisafla ömür edirik. Ağlandan yaylağa tək, Azərbaycan musiqidir. O Şuşa yaylağı acıdır düzü. O Şuşa yaylağı acıdır düzü. Qonaqlar gələrdi, gülərdi üzü. Ay savlağının o qaynar gözü, indi yaşlı qalbayı balam göz Qarabağda, göz Qarabağda. Məni görəndə
eləyirsən. Mən də göz eləyəndə başlayır söz eləyirsən. Həyatda hər sualın bir cavabı olmalıdır. Bax sonra söyləmə ki, əvəz eləyirsən. Gərək öz aşıqına, aşıqı ərkinaz eləyə. Nə ola bu ərkinazı biraz tez eləyəsən. Dərs ki var, dərdi gərək kimsə çəkməlidir. Amma bir dərdimi sən artırıb 100 eləyirsən. Heyf aldandım, axırır sürmələnmiş gözlərinə. Qəbliyə zülm eləsən, haqlısan, 100 eləyirsən. Ay susubdur Ağdamda tar kaman sesi. Susubdur ya Ağdamda tar kaman sesi. İnsan hənirtisi, insan nəfəsi. Feryat eyləyir elimin sesi. Feryat eyləyir elimin sesi. Gedək şənli edək biz Ağdamda bala, Gülablıda bala. Düşman elindedir Ağdam yurdu. Yığılmışır ay emin müəllim, düzəlmişi qordu. Tezliyin qaytanacaq ağacı torpaq yodu. Tezliyin qaytanacaq ağacı torpaq yodu. Gedib şənlik edəcəyik Ağdamda, Şuşada, Laçında. Aman, aman ayda, Minnətdarlıq bildirirəm Bəhruz sənə bədii rəhbər olaraq və Qarabağ Üstünlük Ansamblı Ağdamda fəaliyyət göstərirsiniz və təbii ki, hər zaman belə gözəl bir qrup şəklində efir məkanlarda öz sənətinizi göstərirsiniz. Minnətdarlıq bildirirəm hər birinizə və təşəkkürlər bildirirəm ilk olaraq öz adımdan və bax belə Dünya Televiziyası adımdan ki, bizi qəbul edən, bizə öz diqqətini, dəstəyini əsirgəməyən Ağdam rayonunun cənab gözəl bir rəhbəri, şəxsiyyət bir insan Vaqif Həsənova. Minnətdarlıq bildirirəm ki, öz komandası ilə bizim qulluğumuza dayandılar. Necə lazımsa. Allah təala sizləri qorusun. Əziz xalqımız, əziz Ağdamlılar, əziz Azərbaycanlılar. Gələn həftə görüşmək ümidi ilə.